Azərbaycan-Rusiya sərhəddində uzun növbələr davam edir. Artıq 4 gündür ki, Samur sərhəd keçid məntəqəsində yüzlərlə sərnişin avtobusu, minik və yük maşınları sərhəddi keçmək üçün növbə gözləyirlər. Qonşu ölkəyə getmək istəyən sərnişinlər avtobuslarda gecələməli olurlar. Bax, neçə gündür buradasınız? Третий день здесь. Ne diyorlar konkret taможня? Никто ничего не говорит. Почему, что, никто ничего не говорит. Не знаю, или у нас эти проблемы, или их проблемы, не знаю. Azərbaycan tərəfdədir problem, yoxsa Rusiya tərəfdə? Не знает никто не говорит. 14 saatdir, bax körpə, uşaq, xəstə uşaq stollar, çayçıda yata-yata biz burada qalıb. Bizim avtobus odurana baba buraxmırlar. Nəyə görə bilmirəm. Sərhəddi keçmək istəyən sərnişinlərə problemin nə vaxt həll olunacağı haqqında məlumat verilmir. 2 gündür buradayım. Ha, ne diyorlar konkret? Heç nə gözləndik. Друг на друга вину скидывают. Один говорит, Андропов виноват, один на него Dağıstan nömrəli maşınları bizi buraxmayır. Neçə gündür buradasınız? Bir. Bir gün. Yani sizden çok kalanlar da var. Mən gələndə elə bu maşınların hamısı dayanmışdı. Hamısı da gözləyir. Neye göre diyorlar? Ne diyorlar konkret? Dediklərinə görə Rus tərəf buraxmış. Dediklərinə görə. Ne vaxtdan gelmişsiniz? Dünənlər saat 8 tamamdan buradayım. Ücə saat 3-dür. Hardasa birazdan bir çutku olacaqdır. 4 gündür biz buradayıq. Ne diyorlar bak sərhəd keçid məntəqəsində? Ay, bırakacak deyildi, bırakmır. Bırakacaq deyir. Bəs necə qalırsınız? Harada qalırsınız? De maşında. Samur gömrük keçid məntəqəsindən verilən məlumata görə sərhəddəki tıxac Rusiya tərəfində aparılan qeydiyyatla bağlıdır. Belə ki, sərhəddə sıxlığın yaranması və digər texniki problemlər Dağıstan Respublikasının Məhərrəmkənd gömrük keçid məntəqəsində növbələrə səbəb olub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.